Salam əziz dinləyicilər, bugün mən sizə ruhlar aləmi rubrikasından çıxış edəcəm. Biz ruhlar aləmi rubrikası mənim ruhlar aləmi əsərimdəndir və ruhlar aləmi rubrikası 2 hissədən ibarət. Birinci hissədə mən ruhlar aləmi əsərimdən oxuyuram, sonra isə ikinci hissədə isə mən mövzu seçmişəm və bu mövzu üzrə bədahətən sizə informasiya çatdıracağım. Keçən dəfə deməli biz burada dedik ki, adi insanlar, yəni söhbət gedir insanın uçmağından və insanların uçması üçün mütləq deməli mərkəzdən qaçma qüvvəsi olmalıdır. Mərkəzdən qaçma qüvvəsinin təsiri ilə yerin cazibə qüvvəsinə təsir etsə, o deməli insan səmada uça bilər. Ancaq bu atmosfer təzyiqi ki var, bu atmosfer təzyiqi insanların uçmasına maneçilik törədir. Atmosfer təzyiqinin qiymətinin tez-tez dəyişməsi bizim səmada sərbəst hərəkətlərimizə mane olur. Səmada uçmağımıza mane olan qüvvələr çoxdur. Bu qüvvələri neytrallaşdırmaq üçün fırlanma hərəkəti əldə etməliyik. Fırlanma hərəkəti edən ona mane olan qüvvələri neytrallaşdırır. Eyni zamanda onun uçmasına mane olan yerin cazibə qüvvəsini sıfıra yaxınlaşdırır. İnsan mərkəzdən qaçma qüvvəsi yaradır, dəf etmə qüvvəsi mərkəzdən qaçma qüvvəsi ilə əvəz olunur. Həmin qüvvənin köməyi ilə yerin oxuna yaxınlaşır. Oxa yaxınlaşdıqca onun mərkəzdən qaçma qüvvəsi əks təsir edir. Beləliklə müəyyən məsafədə adamların mərkəzdən qaçma qüvvəsi ilə yer oxunun mərkəzdən qaçma qüvvəsi taracıq yaradır. Məhz bu zaman insan səmada sərbəst uçmaq qabiliyyəti əldə edir. Odlu insanlar bu prosesləri həyata keçirəcək. Yəni gələcəkdə mən sizə dedim ki, 21-ci əsrin axırlarında adi insanları odlu insanlar əvəz edəcək. Adi insanlar bunu edə bilməzlər. Onların dəf etmə qüvvələri mərkəzdən qaçma qüvvələrinə çevrilə bilməz. İnsanın daxili qüvvəsinin ifrat qiymətə çatması ilə beyində qan sızması baş verər və həmin şəxs dünyasını dəyişə bilər. Mütləq sıfırı əldə edə bilməyən adamlar uça bilməzlər. Səbəbi ali şüur səviyyəsinə çatmaması, cismi bədənin olması, maddi nemətlərlə qidalanmasıdır. Mütləq sıfır əldə etmək üçün mütləq yüksək şüurlar, yəni uçan naməlum obyektlərin nümayəndələri, yəni elnaflar kömək etməlidir. Belə olan halda yüksək enerji qəbul edən hər bir oyanışlı mütləq sıfırı əldə edə bilər. Günəş sisteminin mövcud planetləri öz oxları ətrafında müəyyən zaman məfhumunda dolanırlar. Başqa planetlərə görə yerdəki proseslər ya gecikər, ya da tez baş verəcək. Hər bir şəxsin alın yazısı və həyat proqramı var. Həmin proqramı kino lentinə oxşatmaq olar. Belə çıxır ki, mütləq sıfır əldə edən özünün hətta başqalarının keçmişinə və ya gələcəyinə gedə bilər. Bəs bunu necə etmək olar? Belə bir sual meydana çıxır. Beyində yerləşən hüceyrələr sonsuz saydadır.
Həmin hüceyrələrin hər birinin öz funksiyası var. Yaddaş hüceyrəsi iki hüceyrə arasında yerləşir. Birinci hüceyrə keçmişi qeyd edir. İkinci isə gələcəklə bağlı həyata keçməyən həyat proqramını özündə əks etdirir. Yaddaş hüceyrəsi hər an baş verən və həyata keçən proqramı fiksiya edərək özünə götürəndən sonra siqnalı keçmişi qeyd edən hüceyrəyə ötürür. Mütləq sıfırı əldə edən hər bir şəxsin beyninə şüur vasitəsilə daxil olaraq onun yaddaş hüceyrəsi ilə əlaqə yaradılır. Təmas anından sonra yaddaş hüceyrəsində ya keçmiş, ya da gələcəklə bağlı prosesləri özündə əks etdirən hüceyrələrlə əlaqə olur. Qarşısında dayanan şəxsin keçmişinə yaxud da gələcəyinə getmək olar. Hər hansı bir şəxsin həyat proqramını oxuyub, onun həyatı ilə bağlı müəyyən fikirlər söyləmək olar. Mental şuur da insan həyatını nizamlayır, təbiətdə baş verən proseslərin dərk edilməsində mühüm rol oynayır. Əziz dinləyicilər, indi istəyirəm sizə ölüm haqqında müəyyən fikirlər söyləyim. Ölüm haqqında məfhum anlayışını, onun xarakter xüsusiyyətlərini sizin nəzərinizə çatdırın. Ölüm insan həyatının sonu deməkdir. İnsan həyat proqramını tamamlayandan sonra dünyasını dəyişir, növbəti məkana qədəm qoyur. Ölüm iki məkan arasında keçid qapısıdır. İnsanlar ölümün mənasını anlamadıqları üçün ondan qorxurlar. Ölümü dərk etməyə hər bir kəs həyatın şirinini duyur, yaşama həvəsi daha da güclü olur. Həyatı dərk edən insan isə ölümün mənasını anlayır, növbəti məkan üçün hazır olmağa çalışır. Bunun üçün öz şuur dairələrini kamilləşdirir, həyatını mənəviyyat üzərində qurur, ölümünün vaxtını bilmir, çünki onun həyat proqramını yaradan nizamlayır. Həyat proqramının tamam olması, ölüm saatı hər bir kəs üçün sirlidir. Ümumiyyətlə, alın yazısının sonu deyildə, onu ölüm saatı kimi qəbul etmək olar. Möminləri ilahi qüvvələr idarə edir. Odur ki, həmin insanların həyat proqramını nizamlayan qüvvələr onlara səhv etməyə imkan vermir. Həyatı dərk edənlər öz ömür səhifəsini qurur, yaşamağın düzgün planlaşdırılmasında mənalı həyat qurmaqla öz qabiliyyət və qüdrətini təcəssüm etdirir. Möminlər öz proqramını ədalət əsasında qurduğu üçün bütün problemlərin anlaşıq həll edilməsini həyata keçirir, qarşısına çıxan bütün maneələri aradan qaldırır. İnsan kamilləşib ölüm qapısını döyür, növbəti məkana qədəm qoyur. Əgər insan öz ölüm saatını bilsə, onda həyat öz mənasını itirmiş olar. İnsanlarda ruh düşkünü yaranırsa, ümid çıraqları sönər. Gələcək inamlı baxmayanlar xariqə yarada bilməz.
Hər bir canlı ölüm gününü yalnız yaradan nizamlayır. Ölümə hazır olmaq üçün ilk növbədə hər bir şəxs öz mental şuur dairəsini inkişaf etdirməlidir. Həyatında mövcud problemləri həll etməlidir. Həqiqətin mövcud reallığını dərk etməklə hər anını qarşılamağı bacarmalıdır. Layiq olacaq məkana qədər olan bütün mərhələləri inamla da dəf etməlidir. Həyatı dərk edən ölümə hazır olur, onu növbəti həyatın pəncərəsi kimi qəbul edir. Bütün canlılarda olduğu kimi insanlarda da ölüm və ya doğum bir-birini nizamlayır. İnsan ölümə hazır olan kimi ruh da yeni canlının doğuşuna hazır olmalıdır. Həyatda yenidən insan kimi yaşayacaq ruh ana bətninə daxil olaraq körpənin doğuşuna hazırlaşır. Ana bətnində 3 aylıq körpənin cismi bədənə daxil olur. 6 ay ərzində orada yayılan daxili deməli 6 ay ərzində orada yaranan daxili orqanların funksiyalarını öyrənir. Körpə doğulandan sonra onun bütün orqanizm fəaliyyətinin sirrini gözəl bilir. Onun bədənində olan ruh həyat proqramını öyrənir, onu həyata keçirməyə başlayır. Verilmiş proqram əsasında ruh öz fiziki bədənini idarə edir. Bəzən elə hallara təsadüf olunur ki, ruh öz funksiyalarını həyata keçirə bilmir. Bunun nəticəsində insan həyat proqramından kənara çıxır, öz qarşısında müxtəlif problemlər yaradır. Ruh şəxsin yaratdığı problemləri aradan qaldırmaq üçün yollar axtarır, gərgin işləyir, bir sözlə desə iki istiqamətli yüklənir. Bir tərəfdən şəxsi idarə edir, digər tərəfdən onun yaratdığı problemləri aradan qaldırmaq yollarını arayır. Odur ki, hər bir insan həyatında yaratdığı mövcud problemlər çoxaldıqca can onları aradan qaldırmaqda çətinlik çəkir, söhbət gedir ruhdan, yalnız insanı idarə etməklə məşğul olur. Problemlər çoxalır, ruh yorulur, təngə gəlir, insanı idarə etməkdən əl çəkmək istəyir. Əlbəttə ki, problemləri həll etməyən can, yəni ruh, adamı pis vəziyyətdə qoyur. Problemlər qarşısında aciz qalan şəxs özünə qəsd edir. Nəticədə ruh azad olur, yəni fiziki bədəni tərk edərək asüdəliyə çıxır. Ölümdən sonra insan mental şuur dairəsi ruhu bədənlə əlaqə yaradır. Mental şuur dairəsi ruhla əlaqə yaradan zaman informasiya mübadiləsi aparır. Alınan informasiya şəxsin həyatına baş verən proseslərdən fərqlənir. Mental şuur dairəsi yeni bir enerjiyə qidalanaraq inkişaf etdiyindən ruhu bədənlə əlaqədə olarkən onda müxtəlif sirlərin açılmasına imkan yaranır. Ruhi bədən mental şuur dairəsinin bütün enerjisini qəbul etdiyindən onu düşündürən bütün suallara cavab tapır və eyni zamanda bu prosesdə müəyyən kainat sirləri də əldə edilir. İnsan həyatında cismi bədəndəki ruh mental şuur dairəsi tam enerji mübadiləsi edə bilmir. Belə ki, mental şuur dairəsindən alınan enerjinin bir qismini ruh qəbul edirsə, digər qismini cismi bədən qəbul edir. Odur ki, mental şuur dairəsi əlaqə yaradan şəxs yalnız 50% çərçivəsində informasiyaları qəbul edir. İnformasiyalar bəzən natamam olduğu üçün insan onlara cavab tapa bilmir. Əziz dinləyicilər, həyatda kainatın saysız sirləri mövcuddur. Həmin sirlər insan mərhələ-mərhələ açır. Sirlərin tam açılmasına o zaman nail olacaq ki, ölüm şərbətini içib ruhu bədənə çevrilsin.
Həyatımızda müxtəlif hadisələr rast gəlirik. Hadisələr xeyir və şərlə bağlıdır. Biz həyatda kədərli və sevincli hadisələrə rast gəlirik. İstər sevincli, istərsə də kədərli olan hadisələrdə zaman müəyyən qədər gecikir. Sevincli, kədərli hadisə içərisində yaşayan insan elə başa düşür ki, vaxt uzanır və vaxtın uzanması onun üçün həm darıxdırıcı, həm də sevindirici ola bilər. Təhlükə qarşısında olan şəxsə elə gəlir ki, vaxt ona xidmət etmir. Belə bir anda insanda güclü bir istək yaranır. İstək odur ki, həmin zaman məlumu qısa olsun. Ölüm ayağında çarpışan şəxs zamanın uzanması ilə keçirdiyi iztirabların sonunu görmür. Təhlükə sovuşandan sonra vaxt onun üçün işləyir, həyat öz məcrasına qayıdır. İnsan stres vəziyyətindən çıxır, əsəb sistemi sakitləşir, gündəlik zaman məfhumuna qayıdır. Zamanın uzanması ilə həyatına müxtəlif hadisələrlə qarşılaşır. Ölüm ayağında olan ömrün sona çatdığını hiss edir, özünün bütün müqavimət qüvvəsini bir yerə toplayaraq, yaranmış təhlükədən özünü qurtarmağa çalışır. Əlbəttə ki, bunu əbəs olduğunu görüb, acizləşir. Təhlükə qarşısında öz müqavimətinin mənası olduğunu anlayıb, ömrünün bu anını taleyin hökmünə verir. Təhlükə ilə razılaşır, həyatın son anlarını yaşayır. Məhz belə anda hiss edir ki, əgər onun ölüm saatı yetişibsə, onu qəbul etməlidir. Ölüm saatı çatmayıbsa, Yaradanın köməyi ilə təhlükədən qurtulur. Son məqamda təhlükədən uzaq olduğunu görür, sevinir. Yaradana şükürlər diləyir. Ona öz minnətdarlığını bildirir. Təhlükə sovuşandan sonra Yaradan yolunda qurban da kəsirlər. Təhlükə baş verən zaman insanların dərk etmə qabiliyyəti güclənir. Şuurun elə bir pilləsi olur ki, həmin anda ətrafda baş verən hadisələr sürətlə təhlil edir. Təhlükədən qurtarma yollarını arayır. Bunun üçün onun beyni elə sürətlə işləyir ki, baş verən hadisələrdən çıxış yollarını qısa bir zamanda həll edir. Təhlükədən sovuşur. Ölümdən qurtarandan sonra baş vermiş hadisələrdən necə çıxdığına inanmır. Öz gücünü və qüdrətinin mahiyyətini dərk edə bilmir. Təhlükə baş verən halda müəyyən müddətdən sonra mənəvi zədə alırlar. Ölüm ayağında gücsüz olduqlarını görüb, özlərinin nə qədər zəif, aciz olduqlarını hiss edirlər. Sinir sistemində gərginliklər yaranır. Gərginlik elə bir nöqtəyə gəlib çatır ki, adam stres vəziyyətinə düşür. Bu vəziyyətdə ətrafda baş verən hadisələri dərk etmir, heç nə anlamır, təhlükənin nə dərəcə qorxulu olduğunu anlaya bilmir. Təhlükə sovuşandan sonra bir müddət qorxu içərisində yaşayır. Bu hadisəyə mənəvi zədə deyilir. Mənəvi zədə sağalana qədər insan əsəbi olur, yata bilmir, tez-tez qorxulu yuxular görür. Müəyyən dövrdən sonra mənəvi zədə sağaldıqca, onda əsəb sistemi normallaşır, başına gələn bədbəxt hadisələrin mərhələ-mərhələ unutmağa başlar. Odur ki, hər bir bədbəxt hadisə insan ömründə dərin bir iz buraxır. Heç vaxt sağalmır, müəyyən mənada unudulur. Mənəvi zədə adamın həyat proqramında əbədi mövcud olur. Ölümün müəyyən mərhələləri ləbitdir. İnsan ölüm qabaq özünün müqavimət qüvvəsini gücləndirir. Bütün enerji dairəsini bir nöqtəyə cəmləşdirir. Təhlükədən qurtarmağa çalışır. Müəyyən zaman məfhumda ölümə müqavimət göstərsə də öz acizliyini hiss edir. Get-gedə müqavimət qüvvəsi azalır, enerji gücü zəiflər. Özünü Yaradanın ümidinə qoyur. Bu an onda böyük qorxu yaranır. Qorxu onun zəifliyini bizə verir, onun gücsüz olduğunu sübuta getirir.
İnsan dünyasını dəyişəndən sonra onun şuur dairəsində dəyişiklik baş verir. Belə ki, şuur dairəsi ruhu bədənin enerji dairəsinə uyğun gəlmir, əlaqə yarada bilmir. Odur ki, ruhu bədən yeni formalı şuur dairələri əlaqə yaradır. İnsana məlum olmayan kainat sirlərini dərk edir, onun üçün bütün sirlər öz mahiyyətini itirir. Şuur dairəsinə dini və elmi mənada baxmaq vacib şərtdir. Dini baxımına şuuru izah edir. Bu barədə dini kitablarda qeyd edilmişdir. Quran-ı Kərimdə, Tövratda, İncildə və başqa dini kitablarda qeyd edilir ki, şuur dairəsi yalnız elmlə inkişaf edə bilər. Elmlə məşğul olan öz kamilini inkişaf etdirir. Yüksək əqlə zəkaya nail olan hər kəs özünü yüksək şuuru hesab edə bilər. Bunun üçün yüksək əql sahibi olmaqla kamillik dərəcəsinə çatmaq lazımdır. Peyğəmbərə insana bəlli olan bütün elmi biliklərə yiyələnməli, həyatın mənasını dərk etməli, möminləri haqq yoluna çağırmaq qüdrətinə malik olmalıdır. Yaradan tərəfinə seçilən elçilər səma elçisi kimi qəbul edilmişdir. Birbaşa Yaradanın aldığı vəhlər əsasında kamilləşir, qüdrət sahibi kimi bəşərə özlərini tanıtdırmışlar. Əziz dinləyicilər, hələlik bu qədər. İndi isə istəyirəm ki, mən ruhlar aləmi rubrikasının ikinci mərhələsinə başlayayım və dediyim kimi, ikinci mərhələdə mən bu belə deyək, mövzular seçmişəm və bugün insanın astral bədən haqqında danışmaq istəyirəm. İndi bədəxətən mən sizə bugün insanın astral bədənindən söhbət edəcəm. Bilirsiniz ki, hər bir insanın astral bədəni var. Biz dedik ki, insanlar efir bədənindən, astral bədənindən, mental şuur dairəsinə və bir də cismi bədəndən və eyni zamanda insanın qəlbində yaşayan ruhdan ibarətdir. Bugün mən insanların deməli astral bədənindən söhbət edəcəm. Astral bədənindən, yəni insanın astral bədəni onun aurası deməkdir. Mən bu astral bədənin çoxlu söhbət etmişəm və hətta sizin nəzərinizə yenə çatdırmaq istəyirəm qısa bir formada ki, mən demişdim ki, müxtəlif cür insanlar var. Məsəl üçün, cavanlarda astral aura qalınlığı böyük olur. Orta yaşında insanların auraları orta səviyyədə, yaşlı adamlarda isə aura nazik qatdan ibarət olur. Və eyni zamanda xəstə olan insanlar ki, onlar xəstəlik nəticəsində zəifləyir, onlar madələ mübadiləsi pozulur və bu zaman belə xəstə insanların da aurası nazik qatdan, nazik pərdən ibarət olur. Bu haqda mən çoxlu söhbət etmişəm. Mən dedim ki, insanların mental şuur dairəsini, hər deyək ki, nəinki insan mental şuur dairəsi, insanın qəlbində yaşayan ruh da, insanın cismi bədəni də, insanın aurası da müəyyən enerji ilə qidalanır. Yəni, eyni zamanda insanın cismi bədənində enerji ilə qidalanır. Və hər birində müəyyən faiz enerjiyə tələbatı var və bu müəyyən faiz enerji mütləq lazımdır. İnsanların mental şuur dairəsini qidalandıran dedim ki, bunlar protonlardır. Protonlar deyəndə bir söhbət o getmir ki, atomun protonlarından, yaxud da ki, atomun neytronlarından, atom elektronundan söhbət getmir. Söhbət gedir burada tərkibi enerji yükünə malik olan və elmə məlum olmayan
protonlardan, neytronlardan, elektronlardan. Bu mənim dediyim bu proton, elektron, neytron elmə məlum olmayan elementar hissəciklərdir. O atomdakı proton, neytron, elektronlar yox. Bunlar başqa, yəni mənim kəşf etdiyim elementar zərrəciklərdir. Mən onları düzdür, ayrı da qoya bilərdim. İnsanlar daha çox mənimsəsin deyə, insanlar daha çox dərk etsin deyə elə atomdakı o belə də terminləri burada tətbiq etdim. İnsanın dedik ki, mental şuur dərəsini enerji ilə qidalandıran protonlardır. Bunlar haqqında mən keçən videomda çıxış etdim. Sonra dedim ki, ruhun, yəni insan qəlbində yaşayan ruhun enerjisinin enerji ilə qidalandıran neytronlardır. Bunun haqqında da məlumat verdim. İndi bugün isə mən sizə insanların astral bədəninin deməli enerjisini təmin edən elektronlardan danışacağım. Bu elektronlar insanın aurasının enerji təminatını təmin edən elektronlar tez-tez dəyişir. Bu da belə deyək ki, insanın həm daxili orqanların funksiyasının təsir dairəsində, həm də xarici mühitin təsir dairəsində insanın aura təbəqələri, aurasının qalınlığı bu elektronların təsir dairəsində enerji balansı tez-tez dəyişmələrə məruz qalır. Məsələn, tutaq ki, insanda daxili funksiyaların birinin normal fəaliyyətinin pozulması insanın aurasına təsir edir və bu zaman elektronların deməli fəaliyyəti bir növ xaotik hərəkətə başlayır və nəticədə də insan enerji sərfiyyatını daha çox kənara verir və nəticədə də insanda auranın qalınlığı azalmağa başlayır. Və eyni zamanda xarici mühitində insanın aurasına təsiri var. Xarici mühitin də təsir dairəsində, məsələn, deyək ki, isti soyuğun insan orqanının təsir dərəcəsində də auranı enerji ilə qidalandıran elektronlar tez-tez dəyişmələrə məruz qalır. Və elektronların sərbəst həyat fəaliyyətindən xaotik hərəkətə keçməsi nəticəsində enerji balansı pozulur. İnsanların aurasının bir növ rəngi dəyişir. Çünki müxtəlif, indi alimlərimiz insanın aurasını müxtəlif rənglərlə ifadə edirlər. Məsələn, deyək ki, tutaq ki, belə deyək, insan aurası deyə qalındırsa, bu elə bir ki, qırmızı rəngə çalır. İnsanın aurası ortadırsa, bu bir növ deyək ki, bənövşəyi rəngə çalır, yaxud da narıncı rəngə çalır. İnsanın aurası nazikdirsə, bir insanın deməli, bir növ insanın rəng qarışığı yaranır. Yəni, qırmızı bənövşənin deməli, rəng qarışığından yeni bir deməli, tünd yaşıl rənglə belə deyək ki, narıncı rəngin sintezindən alınan bir rəng nüfuz edir.
Bunu bu cür də izahını vermək olur. Ancaq mən ən sadə yolla deyirəm ki, insanın aurası deməli qalın, aurasının qalınlığı, belə deyək ki, pərdəsi, insan aurasının pərdəsi qalın, orta və nazik olur. Belə deyək. Və bu auranın da insan aurasının pərdəsinin orta, qalın və ya nazik olması da məsələn o auranı təşkil edən, yəni auranı enerji ilə qidalandıran elektronların təsir dairəsində olur. Məhz elektronların təsir dairəsində insanın aurası müxtəlif rəngi alır və müxtəlif rəng dəyişmələrinə məruz qalır. Və eyni zamanda insanın aurası pərdəsi nazilə də bilər, qalınlaşa da bilər və s. Mən çox söhbət edə bilərəm, çünki sirli qüvvədən istənilən qədər informasiya almaq qüdrətinə malikəm. Mən saatlarla bu mövzu barədə söhbət edə bilərəm, ancaq biz çıxışım 30 dəqiqədir, ona görə də mən normaya uyğun çıxış edirəm və mənə elə gəlir ki, insan astral bədəninin enerjisini elektronlarla deməli təminatını elektronlarla deməli onun enerji balansını nizamlaması haqqında söylədiyim fikirlər hələlik bəs edər. Ola bilsin gələcəkdə də biz bu mövzuya yenə də qayıda bilərik və yeni mən fikirlər sizə söyləyə bilərəm. Bu qədər. Əziz dinləyicilər, sağ olun. Gələn görüşlərə.